Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrefil enbiya vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Rabbi şrahli sadri ve yessir li emri ve ahlul uqdeten min lisani yefkahu kavli. Allahümme allimna ma yanfa'una ve enfa'na bima allamtana ve zidna ilme ve ba'd. Əziz qardaşlar, Şeyx İbn Hüseymin rahimehullahın Ramazan məclisləri kitabına davam edirik. Şeyx 16-cı məclisdə zəkat haqqında danışır. Və şeyx ayələr zikr edir ki, Allah təala buyurur Quranda: "Və mə umiru illə liya'budullaha muxlisina lehu'd-din hunafa'a və yuqimus-salata və yu'tuz-zakah." Onlara yalnız əmr olunan oldu ki, tək dini Allaha aid edərək ixlasla ona ibadət etsinlər və namaz qılıb zəkat versinlər. Və zəlikə dinul qayyimə, və doğru düzgün olan din də budur. Və başqa ayədə Allah təala buyurur ki: "Və aqimus-salata və atuz-zakata və aqridullaha qardan həsənə." Namaz qılın, zəkat verin, Allaha gözəl şəkildə borc verin. Və mə tuqaddimu li anfusikum min xeyrin teciduhu indallah. Öz nəfsiniz üçün nəyi təqdim edərsiniz, nəyi verərsinizsə onu Allah yanında taparsınız. Başqa ayədə Allah buyurur ki: "Və mə əteytum min zəkatin turiduna vechallah və ulaika humul mud'ifun." Zəkatdan nə versəniz, Allahın üzünü istəyərək nəyi verərsinizsə, həqiqətən o insanlar nədir? Qat-qat əvəz alanlardır. Bu barədə ayə Allah Azza və Cəllə Quran-ı Kərimdə bir çox yerdə zikr edib ayələrdə. Hətta alimlər buyururlar ki, Allah Azza və Cəllə zəkatla, namazla zəkatı həmişə bərabər zikr etmişdir. Ona görə deyir ki, hətta iman qardaşlığını da bu iki şeyin üzərinə bağlayır. "Fə in təbu və əqamus-salata və ətəvuz-zakata fə ixvanukum fid-din." Onlar tövbə edib, namaz qılıb, zəkat verərlərsə, sizin din qardaşlarınızdır. Və Peyğəmbər sallallahu aleyhi və səlləm də hədisində buyurur ki, İslam 5 şey üzərində bina olmuşdur. 5 şey üzərində qurulmuşdur. Onlar nədir? Kəlmə-i şəhadət, namaz qılmaq, zəkat vermək, Ramazan orucu və həcc etməkdir. Və Allah Azza və Cəllə zəkat verməməkdən şiddətli şəkildə çəkindirmişdir və onları şiddətli şəkildə qınamışdır. Allah Azza və Cəllə buyurur ki, وَالَّذِينَ يَكْنِزُونَ الذَّهَبَ وَالْفِضَّةَ ثُمَّ لَا يُنْفِقُونَهَا فِي سَبِيلِ اللّٰهِ فَبَشِّرْهُمْ بِعَذَابٍ أَلِيمٍ. O insanlar ki, qızılı gümüşlü toplayarlar və onu Allah yolunda infaq etməzlərsə, xərcləməzlərsə, onları şiddətli əzabla müjdələ. Yəni, burada ən üstün infaq da, xərcləmə də nədir? Zəkatdır. Zəkatdan üstün xərcləmə yolu yoxdur. Və zəkat İslamın 5 rükünündən üçüncüsüdür və yəni, böyük dayaqlardandır. Və namazdan sonra, onun dində yeri namazdan sonra gəlir. Və bütün İslam alimləri onun fərz olmasında icma ediblər. Zəkatın farz olmasında qəti icma ediblər. Kim vacibliyini inkar edərsə zəkatın, bilərəkdən inkar edərsə dindən mürtədd olar. Lakin kim xəsislik edərsə və onu haqqı ilə verməzsə və o zalimlərdəndir, böyük günah sahiblərindən. Hətta zəkatı verməmək, yəni adam öldürməkdən, oğurluq etməkdən və s. günahlardan daha böyükdür. Çünki burada həm zəkatda, baxın, həm Allah Azza və Cəllənin haqqı var, dinin dayağına, dinin 5 dayağından, rükünündən birini tərk etmiş olur insan. Bir də o zəkat əslində sənin pulun deyil, o kasıbların, gələcək sabahki dərsimizdə danışacaq zəkat kimlərə verilir, onların haqqıdır. Yəni, başqasının haqqını yemiş olursan. Yəni, orada haqq müştərəkdir. Ona görə daha şiddətlidir. Hətta oruc tutmamaqdan daha betərdir. Oruç tutmamaqdan daha betərdir. Çünki oruc sırf Allah Azza və Cəllənin haqqıdır. Zəkat isə orada həm Allahın haqqı var, çünki Allah fərz edib, həm də qulların, insanların haqqı var. Yəni, 2 qat haqq müştərək olduğuna görə onun hökmü daha ağırdır. Və şeyx bu bugünkü dərsdə, bu qısa müqəddimədən sonra şeyxin zikr elədiyi mövzu odur ki, nələrdən zəkat çıxarılır? Zəkat, hansı şeylərdən zəkat çıxardırsan və hansı şeylərdə zəkat yoxdur. Və birinci bu şeyx buyurur ki, zəkat 4 şeydən zəkat var.
Neçə şeydəndir? 4 sinifdən. Zəkatın sinifləri 4 sinifdir. Birincisi, yerdən çıxan dənli məhsullar və bəzi meyvələr. Və Allah Azze və Cəllə Quran-ı Kərimdə buyurur ki, Ya eyyuhəl-ləzine əmənu, ənfiqu min tayyibəti mə kəsəbtum və mimmə əxrəcnə ləkum minəl ard. Ey iman gətirənlər, qazandığınız gözəl şeylərdən və sizin üçün yerdən çıxartdıqlarımızdan xərcləyin. Və ən üstün infaq da dedik ki, zəkatdır. Başqa ayda buyurur ki, və ətu haqqahu yevmə hasadihi, biçin günü onun haqqını verin. Və malın da haqqı, ən böyük haqqı onun zəkatıdır. Peyğəmbər sallallahu aleyhi ve selləm yerdən çıxan mallar barədə buyurur ki, yağış suyu ilə suvarlana onda biridir. Onda biri zəkat çıxarılır, amma insanın öz zəhməti ilə suvardığına isə onda birin yarısı, yəni 20-də 1-dir. Yəni 2,5% o başqa şeyə gələcək. Burada 2,5% deyil. Yerdən çıxan məhsullarda nə qədərdir qardaşlar? Ya 10%-dir, ya 5%-dir. 10% nə vaxt olur? Yağış suyu ilə gələrsə. Yəni sənin zəhmətin olmur. Məsələn, belə deyək, bugünkü günümdə taxıl əkir insan, taxılın deyirlər, 2 suyu var. 2 dəfə suvarır. Bir qışda, bir də Çindən biraz qabaq. Gəldi, əlhamdülillah, Allah Azze və Cəllə yağış indirdi. Həmin vaxtda sənin suvarma istədiyin vaxtlar yağış indirdi və sənin zəhmət çəkmədən artıq əldə etmiş oldun. Bu zaman %10 sən onun zəkatını verməlisən. Təbii şərtlər gələcək, hansı şərtlər var, digər şərtləri. Yox, əgər sən bunu suvarma ilə motor qurmuşsan, suvarma zəhmət çəkmisənsə, o zaman %5-i zəkat çıxartmalısan. Yəni, hər 100 kiloqrama o zaman 5 kiloqram, hər tona 50 kiloqram çıxarırsan. Deyək ki, yarısı yağış suyu ilə, yarısı insan zəhmətindən olarsa, suvarmanın. Deyək ki, 2 dəfə suvarması gərəkir, biri yağışla oldu, biri isə insanın özü suvardı. O zaman neçə faizindən çıxardır? O zaman 7,5-dan çıxardır. Hər tona 75 kiloqramla çıxardır. Və bu birinci şərti nədir? Yəni ki, bunun birinci şərti odur ki, nisab olması lazımdır. Nə qədər olması lazımdır? Nisaba çatması lazımdır. Bütün hər bir şeydə, zəkatın bütün siniflərində nisab şərtdir. Nisab nəyə deyilir? O miqdara çatanda zəkat vacib olur. Necə ki, pulda müəyyən bir məbləğ var, qızılda 85 qram gələcək, gümüşdə 200 dirhəm və s. Bunlar gələcək. Yəni, yerdən çıxan məhsullarda da nisab var. O nisabı Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Leysə fi həbbin və lə təmərin sadaqatun həttə yəbluğa xamsəd avsuq. Yəni, nə dənli bitkilərdə, nə meyvələrdə 5 vəsqa çatmamış zəkat yoxdur. Bir viskin də, qardaşlar, 60 sa'dır. 60 sa ölçü vahid olaraq. Yəni 5 viskin eləyir neçə sa? 300 sa. Bir sa'da biz öncədən ölçmüşdük kilo yarımdan, bəzi alimlər 2 kiloya qədər, 2 kiloya qədər hesablayanda nə qədər eləyir? 600 kiloqram. Əgər sənin əkdiyin bu taxıldır, buğdadır və s. 600 kiloqram və yaxud ondan daha çoxdur, sən zəkatını çıxartmalısan. Amma azdırsa 200-300 kiloqram bir şey çıxarsa, ona zəkat yoxdur. Yəni, 300 sa'dan az olarsa, ona zəkat yoxdur. Yəni, 600 kiloqram. Deməli, nisabı, yerdən çıxan məhsulların nisabı nə qədərdir, qardaşlar? 600 kiloqramdır. Baxın, gələcək, səbr edin. Birinci şərti nədir? Nisaba çatması. 600 kiloqram olması təxminən, yəni 300 sa olması deyək. İkinci şərti odur ki, yerdən çıxan məhsullar, Allah talan buyurdu ki, və ətu haqqahu yevmə hasadi, biçin günü haqqı verilir. Məsələn, qoyunda, malda, ticarətdə nə vaxt zəkat çıxardırsan? Üstdən bir il keçəndən sonra. Amma yerdən çıxan məhsullarda bir ili gözləmirsən. Taxılı bugün pişdin, bir ildən sonra zəkat çıxarmır. Xeyr, biçin günü onun haqqını vermən lazımdır. Bu da nədir, qardaşlar? İkinci şərtidir. Üçüncü şərti nədir?
Zəkat nədə vacibdir? Zəkat, meyvələrə zəkat yoxdur. Məsələn, pomidor, xiyar, bu kimi şeylərə zəkat yoxdur. Qarpuza məsələn zəkat yoxdur. Ömər radiyallahu anh deyir ki, xadravata zəkat yoxdur. Əli radiyallahu anh deyir ki, almaya zəkat yoxdur və onun hökmündə olanlara zəkat yoxdur. Çünki onlar dənli bitki hökmündə deyil. Və alimlər deyirlər ki, məsələn, əsas Rasulullah s.ə.v buyurduğun hansı sınıflar idi? Arpa idi, buğda idi, zəkat. Zəkata vacib olar. Və məsələn, xurma idi. Bir də quru kişmiş, nədir? Kişmiş idi. Yaxşı, bugünkü günə hansı şeylər bunlara qiyas olur? Bunların ortaq nöqtəsi nədir, qardaşlar? Alimlər arasında ixtilaf var. Təbii ki, bunlara nə qiyas oluna bilər deyə. Məzhəblər arasında fikir ayrılıqları var. Allah aləm racih odur ki, bu sayılan şeylərin iki dənə sifəti var. Hər hansı bir yerdən çıxan məhsul bu iki sifəti eyni vaxtda cəm edərsə, ona zəkat var. Cəm etməzsə, zəkat yoxdur. Sifətlərdən birincisi, qut olması lazımdır. Qut, sənin gündəlik yeməyin əsasını təşkil etmək deməkdir. Sənin gündəlik, insanların gündəlik yeməsinin əsasını təşkil etməlidir. Taxıl nədir? Bizim yeməyimizin əsasını təşkil edir. Çörəksiz, yəni biz mümkün deyil. Aynı mı? Bu birinci şərtdir. İkinci şərtdə iddixar, saxlanıla bilər. İkinci şərtdə nədir? Saxlanıla bilər. İki şərti eyni vaxtda cəm etməsi lazımdır. Elə şey var ki, bizim yeməyimizin əsasını təşkil edir. Lakin iddixar deyil. Kartof kimi. Kartof əsas yeməklərimizdən verilir. Düzdürmü? Bizim məsələn, hər ölkənin təbii ki, bu dəyişir. Lakin iddixar deyil, saxlanılmır kartof. Ona görə kartofda zəkat yoxdur. Elə şey var ki, saxlanılır. Noxud və yaxud qoz, fındıq saxlayırsan. Lakin yeməyimizin əsası deyil. Ona görə ona da zəkat yoxdur. Təbii ki, o şeylərin zəkatı ticarət malı satışla olarsa, ticarət malının üstündə hesablanır. Orada nisab bu 300 sa filan buna tətbiq olunmur. Yəni yerdən çıxan zəkat yoxdur demək o demək deyil ki, heç yoxdur. Ola bilsin insanın 100 hektarlarla qoz, fındıq bağı var. Oradan 10 minlərlə, 100 minlərlə pul götürür. Biz orada 300 sa söhbətini, biçin günü çıxartmaq bu söhbəti orada tətbiq etmirik. Onu nə üzərinə hesablayırıq orada? Ticarət malını satıb, onun pulunu əldə edir, üstündən bir il keçir, o şəkildə onunla müamilə edirik. Az ki, gələcək az sonra. Satış malları kimi onunla müamilə edirik. Yerdən çıxan məhsul kimi davranmırıq o şeylərə. Aydın mı? Bu iki sifəti mütləq cəm etməsi lazım. Məsələn ki, pomidor. Deyək ki, pomidor bizim yeməyimizin əsasını təşkil edən şeylərdəndir. Lakin saxlaya bilmirsən. Ona görə pomidor da yerdən çıxan məhsul kimi ondan zəkat çıxarılmır. Yerdən çıxan məhsul kimi zəkat çıxarılır. Amma məsələn, qarğıdalı belədir ki, yəni bu qarğıdalı çörəyi əsas qidalardan biri olubdur. Ona görə ona alimlər qiyas edirlər. Məsələn, düyü həm saxlanılan məhsuldur, həm də qidamızın əsasını təşkil edən məhsullardandır. Nədir? Buna da bu da qiyas olunur. Bunlara zəkat var. Bunların zəkatı, necə ki, taxılın, buğdanın zəkatı hesablanan kimi hesablanır. Meyvələr. Bütün meyvələr, heç bir meyvə bizim qidamızın əsasını təşkil etmir. Hətta istər saxlanılan olsun, istər saxlanılmayan olsun. Ona görə də onlar nədir? Onlara o yerdən çıxan məhsulun zəkatı kimi davranmırıq. Amma o meyvələr, dediyim kimi, insanın alma bağı var, alma bağından böyük məbləğdə pul götürür, o pulun üstündən bir il keçəndən sonra bəli, o pula ticarət malı kimi davrandığı kimi o pulun nədir? Zəkat çıxarır. Bu birinci qism idi, qardaşlar. Nə idi bu? Birinci qism. Birinci qism nə idi? Yerdən çıxan məhsullar, əhsənd. Yerdən çıxan məhsullar, onun şərti nədir? Biçin günü haqqını verirsən, 300 sa və ondan daha çox olarsa verirsən, 600 kilo, yəni bəziləri 550 deyən var, 600 var, 600-dən artıq. Şeyx Müseymin əslində 612 kilo deyir burada. Çünki bir saanı 1040 qramdan hesablayır, o da 612 kiloqram edir. Və üçüncü şərt edir ki,
bu sayılan, adını saydıqlarımızdan başqa hansı şeylə qiyas olunur? Saxlanılan olmalıdır və yeməyimizin əsasını təşkil etməlidir. İkinci, bəhimətul ən'am. Bəhimətul ən'am nədir? Davar heyvanlar, hansı ki, qoyun, mal, qoyun. Bura hansı şey daxildir? Dəvə, inək, camış, həmçinin camış eyni hökmdə bir də qoyun, keçi. Bunlara bəhimətul ən'am deyilir. Bunların zəkatı. Bunların zəkatının da öz şərti var. Bunların da zəkatının, qardaşlar, öz şərti var. Birinci şərti olmalı odur ki, bu da nisaba çatmalıdır. Nisabını az sonra izah edəcəm. Nisabı nədir? Miqdar. Nədir? Hər birinin miqdarı ayrı-ayrılıqdadır. Dəvənin miqdarı ayrıdır. Qoyun keçininki ayrıdır. Mal qaranınki ayrıdır. Bu çatacağı miqdar, o nisabı ayrıdır. Hamısınınki ayrı-ayrıdır. Amma şərt olaraq hamısında nədir? Nisaba çatması lazımdır. Bir, ikincisi səimə olması. Səimə nədir? Yəni ilin hamısını və ya yarıdan çoxunu çöldə otarılan olmalıdır. Çöldə otarılan olmalıdır. Əgər insan 100 dənə, 200 dənə inəyi alıb dama bağlayır, çölə çıxartmır, onları alaqla yemləyir, onun istəyir 1000 dənə inəyi olsun, 5000 dənə qoyunu olsun, ona zəkat yoxdur. Çünki ona məşəqqət var. Çünki əziyyət çəkir, alafa yeminə pul verir. Amma çöldə, otlaqda otlayan məşəqqəti azdır, xərci azdır. O zaman zəkat çıxardır. Deməli, ilin yarıdan çox 6 aydan artığını çöldə otlayırsa, otarılırsa, o zaman ona zəkat vacib olur. Deməli, iki şərt olduğu qalır. Üçüncü şərti də həvl olması lazımdır. Bir il üstündən keçməsi lazımdır. Yerdən çıxan məhsullardan fərqli olaraq bir il üstündən keçməsi lazımdır. 355 gün üzərindən, yəni nisaba çatandan sonra 355 gün keçməsi lazımdır. Və dedik ki, nisab fərqlidir. Hər birinin öz nisabı var. Dəvədə 5 dəvədir. 5 dəvəyə çatdı mı, zəkat çıxardırsan. Nə qədər zəkat çıxardırsan 5 dəvəyə? Bir dəvə. Bir dəvə çıxarsa adam batar ki, %25% eləyir. 5də biri. %20% eləyir. Dəvənin yarısı. Ya. Bir də 5 dəvəyə çatdı, bir il keçəndən sonra bir qoyundur. 5-dən 9-a qədər bir qoyundur. 10-dan 14-ə 2 qoyun. 15-dən 19-a 20-dən 24-ə 4 qoyun. 25-də 1 illik bala dəvə. Və ondan sonra gəlir neçədən neçəyə, neçə yaşlı dəvə. Ta ki, yəni ki, artıq bu şəkildə arta gedir. Aydın mı? Gördünüz mü misabı necə olur? Dəvəninki tamam fərqlidir. İnəkdə, malqarada 30 başdır. İrili xırdalı 30 baş olarsa, üzərindən 1 il keçərsə, 1 illik bir dənə danadır. 30 başda 1 illik danadır. Bir yaşı tamam. Yox. Bir yaşı tamam olub, ikinci yaşa keçmiş danadır. Bir yaşı tamam olub, 30-dan yaş fərqi yoxdur. Buzoğlu yeni bir 30 başdır. İçində yaşlı danası da var, erkəyi də var, inəyi də var, bir günlük buzoğlu da var. 30 sayı düzəldisə, sənin artıq zəkat əhlindənsən. Sənin vaxtın başlayır. Və bu gündən sayırsan 355 gün, bu 355 gün ərzində 30 başdan azalmırsa, 355 gündən sonra sən 1 illik, 1 yaşın tamam olub, 2-ci yaşına keçmiş bir dana çıxardırsan. 30-dan 45-ə kimi 1 illikdir, 45-dən 60-a, 2 illikdir. Bu formada ondan sonra hesablama qaydası var. 30'du mesela üçün 1 ili tamam olmak üçün dağdakı 5'in altında bir şeyler. Pozuldu, çıxartmır. Təkrar biri gözləyib, nə vaxt 30 olacaq? Oldu, heç şəkildə ödəyəcək. Ya o sayı 30 olanlar ödəməyəcəklər. Amma bir insanın 30 deyil, 300-400'dür. O saya baxmır. O hər bir halda zəkat çıxartmalıdır. O say axtarmır. Aydın mı? Qoyuna gələk, qoyunda. Qoyunda 40 dənədir, 40 başdır. Fərqi yoxdur. Ana, bala, quzu fərqi yoxdur. 40 başa çatdısa, sənin zəkatın başlayır. Sən artıq yazırsan bir tərəfə ki, mənim artıq filan tarixdə 40 baş oldu. 355 gün ərzində
Niyə biz 365 gün demirik? Çünki hicri tarix ilə, müsəlman tarixinə hesablanır, xristian tarixindən hesablanmır. 355 gün ərzində bu 40-dan aşağı düşmür. Artsın, elhamdülillah, artmağı problem deyil. Aşağı düşsə, az öncə dediyimiz kimi pozulur. Artarsa, elhamdülillah, problem yox. 355 gündən sonra sayırıq. Nə qədərdir? Bir ilin tamamında sayırıq. 40-dan 120-yə qədər bir qoyun çıxardırsan. 121-dən 200-ə qədər 2 qoyun. 2 qoyun. 201-dən 399-a qədər 3 qoyun. 201-dən 399-a qədər neçə qoyun? 201 qoyun olan da 3 qoyun çıxardır. 399 qoyun olan da 3 qoyun çıxardır. 400 oldusa 400-dən üzü yuxarı hər 100-ə bir qoyundur. 400-dən 400 olan da 4 qoyun çıxardır. 401 olan da 4 qoyun. 405 olan da 4 qoyun. 450 olan da 4 qoyun. 499 olan da 4 qoyun çıxardır. 500 oldusa 5 qoyun. 500-dən 5 qoyun. 501, 502, 510, 525, 550, 599 hamısı 5 qoyun çıxardır. 600 oldu. 6. 976 qoyundan neçə qoyun var Ömər? 970, hə? 9 dənə. 1215 qoyundan neçə zəkat var? 12 dənə. Sakit ol. 822 qoyundan neçə zəkat var? 8. 8 dənə. Əhsən. 775 qoyundan neçə zəkat var? 775. Sən, Ravan. 770, hə? 7 dənə, əhsən. Başa düşdünüz yox, qardaşlar? Çok az bir şey. Ha? Az bir şey yani. Yani bu insanlar bunu da səhlənkarlıq edib vermirlərsə, daha deyəcək bir şey yoxdur. Kimdən gizlənənlər soruşamıram, yüzlərini görmürəm. Gəlsinlər, otursunlar. Hocam biz zekatı %40 biliyorduk. Yox, 140'dan yani 40'ta 1 biliyorsunuz. Tabii biliyoruz. Yok, 40'ta 1 ticaret mallarının üzerinde 40'ta 1'dir. Ama koyun da 40 taneden başlayır. Başlama sayı 40 tanedir. Ondan sonra 40'tan 120'ye 1 tane. 121'den 200'e 2 tane. 201'den 399'a 3 tane. Ondan sonra her 100'e 1 tane. 1530 koyuna neçə zekat var? 15. Sən. Aydın oluyor mu arkadaşlar? Asaddır değil mi? Hesaplama koyunun hesaplanması daha asaddır. Ha? Taxıl da asaddır. Bunlar asaddır. Biraz orada çətinlik dəvə ilə inəkdədir. Dəvələrimiz burada olmadığına görə ona təfsirdə yer verir. Yox, yəni ki onun hesaplama qaydasında biraz hesabat var. O biraz fərqlidir. Üçüncü qardaşlar, üçüncü zəkat nəyə vacibdir? Qızıl və gümüşə. Ben üzüm keçinlə doğru eyni. Keçi ilə qoyun eynidir. Məsələn, sənin 20 dənə qoyunun var, 20 dənə keçin var. Artıq sən zəkat əhlisən. 40 dənə, hə. Eyni hökmdədir. Eyni hökmdədir. Tamam. 15 dənə inəyin var, 15 dənə comuşun var. Eyni hökmdədir. Eyni hökmdədir. Aydın mı? Sən zəkat əhlisən. Amma deyək ki, 39 dənə qoyunun var, 29 dənə də inəyin var. Zəkat varmısa? Var. Yox. Yox. İnəyə 30'du. İnəyin 29 inəyin var, 30'dan yukarı. 39 da qoyunun var. Qoyuna da 40 Toplamırsan yani, aydın mı? Çünkü bunlar toplanmaz. Ayrı. Ayrıdır. Aydın oldu mu arkadaşlar? Ve bir de zekat, bir tane bir şey var arkadaşlar. O düzdür, şeyh bunu toxunmur. Bu barədə mən dərslərimdə keçib danışmışam. Zekat barədə olan dərslərdə. Qoyunda, məsələn, deyək ki, ortaq otarılırsa, sənlə mən 3 nəfərə, məsələn, hərəmizin müəyyən sayda qoyunumuz var. Bir tövlədə otluyur, bir tövlədə yatır, bir otaracaqda, bir örüşdə otarılır. Bunun zəkatı necə çıxarılır? Bir adamın qoyunu kimi çıxarılır. Şəriət Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki: "La yufarraqu beynə mujtama'in və la tujma' beynə mufarraqin." Bu nə deməkdir? Çünki qədimdə hiylə işlədirdilər qardaşlar. Hiylə işlətməyə dinimiz icazə vermir. Məsələn, sənin neçə qoyunun var? 40 qoyunun var.
Mənim də 40 qoyunum var. Sənin damın ayrıdır, örüş yerin ayrıdır, mənim də örüş yerim ayrıdır. Rasimin də deyək ki, 40 qoyun da Rasimindir. Onun da örüş yeri damı ayrıdır. Üçümüzün də ayrı-ayrı, damımız da ayrıdır, örüş yerimiz də ayrıdır. Zəkat yığan məmur gələndə nə edirik? Üçünü də bir dama salırıq. Gəlir sayır 120 qoyuna neçə qoyun vacibdir? 3 tane. 120 qoyuna. İki. Bir dənə. Dedik 40-dan 120'ye bir dənədir. 41'də, 121'də ikinci qoyun başlayır. Üçümüzə gəlir sayır, neçə dənə 120 baş. Birimizin adına, deyir ya hamımızın da, amma bir damda saxlayırıq. Aldadırıq şeyi. Və 120'yi sayır, bir dənə qoyunu götürür. Biz də o qoyunu atışırıq, deyək ki, 300'ları da 100'ları atışırıq, məsələn, canımız tutar. Hansı ki, hər birimizi gəlsəydi ayrı-ayrılıqda 3 dənə aparacaqdı, düzdürmü? Bu haramdır. Peyğəmbər sallallahu əleyhi və səlləm bunu haram edib, qadağan edibdir. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, "La tujma' beynə mutafarriq." Ayrı-ayrı olanları cəm eləmək olmaz. Yaxşı, cəm olanı da ayırmaq olmaz. Cəm olanı ayırmaq necədir? Məsələn, 15 qoyun səndir, 15 ilə Rasimin, 15 də mənimdir. Bir damda saxlayırıq, bir örüşdə otlayır, bir yerdə bir çaydan su içir, bir sürüdür yəni. Sayı neçə dənədir? 45 dənə. Zəkat yığan məmur gələndə nə edir? Sayı 45'ə bir dənəsini çıxardacaq. Amma zəkatın vaxtı gələndə nə edir? Hər öz qoyununu ayırır. Gəlir sayı 15'ə zəkat yoxdur, sağa da yoxdur, nadir üçümüzə də yoxdur. Bu da hilədir. Bu da ayırmaq tərəfdən. Bu da haramdır. Rasulullah sallallahu əleyhi və səlləm hər ikisini nə edib? Haram edib. Aydın oldu mu qardaşlar? Bu zəkatda çox önəmli məsələlərdir. Başqa məsələlər də var, geniş məsələlər. Zəkat elmi həm maraqlı elmdir, həm dəqiq elmdir, həm də çətinliyi, ən böyük çətinliyi nəfsə ağırlıq tərəfdən çətindir. Yəni, çünki hər insanın işi deyil, ona sadiq qala, sabit qala onu verə deyə. Şeyx buyurur ki, 3-cü qism qardaşlar, zəkatda 3-cü qism qızıl və gümüşdür. Qızıl və gümüşün zəkatıdır, altın və gümüşün zəkatı. Allah Teala buyurur ki: "Vellezine yeknizuna zehaba vel fiddata ve la yunfiqunaha fi sabilillah febashshirhum bi'azabin alim." O insanlar ki, qızılı, gümüşü toplayarlar, onun zəkatını verməzlər, onları şiddətli bir əzabla müjdələ. "Yevme yuhma aleyha fi nari cehennəm. Fetukva biha cibahum ve cunubuhum ve zuhuruhum." Qiyamət cəhənnəmdə deyir, onların yığdıqları o qızıl gümüş deyə qızdırılacaq, cəhənnəm ateşinə qızdırılacaq, onların alınlarına, yanlarına və bellərinə, kürəklərinə yapışdırılacaq. Həzə mə kənəztum li enfusikum. Bu sizin öz nəfsiniz üçün topladığınızdır deyiləcək. Fəzuqu mə kuntum təknisun. Topladığınızın əzabını dadın deyiləcək. Subhanallah. Allah Azze ve Celle o şeylə onlara əzab verəcək. Və burada kəniz dedikdə məqsəd nədir? Onu Allah yolunda xərcləməməkdir. Allah yolunda xərcləməyin də ən üstünü olan nədir? Zəkatdır. Zəkatı verməmək qəsd olunur. Səhih Müslimdə gələn hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, hər hansı bir qızıl və gümüş sahibi onun haqqını verməzsə, qiyamət günü o qızıl və gümüş cəhənnəm ateşində qızdırılacaq və onunla həmin cəhənnəm ateşində onun yanına, alnına və belinə yapışdırılacaq. Soyduqca təkrar həmin onun yığdığı qızıl gümüş cəhənnəmdə təkrar qızdırılacaq, təkrar nədir? Ona yapışdırılacaq ta ki 50.000 il beləncə davam edəcək. Subhanallah, gör, yəni cüzi bir şey üçün insan özünü necə həlak edir. Adam var, baxırsan subhanallah, yəni namazlarında, elhamdülillah, ibadətində, namazlarında 5 vaxt namazını qılır. Sünnətlərini buraxmır, gecə namazını buraxmır, duha namazını qılır. Oruçları, elhamdülillah, Ramazanı kamil şəkildə tutur. Baxırsan ki, hətta sünnət oruçlarında belə səhlənkarlıq etmir. Həccini edib, ildə ən azı bir dəfə ümrəsinə gedir. Lakin zəkat mövzusunda yoxdur insan. Zəkata əli gəlmir. Unutma ki, bu zəkat sənin pulun deyil, sənin malın deyil. Bu, kasıbın sənin malın üzərində olan haqqıdır. Sən onu yeməklə kasıbın haqqını da yemiş olursan. Sən özünün dünya malı üçün, az bir dünya malı üçün niyə həlak edirsən? Yəni bir şey ola ki,
Yəni səndən kimsə malın hamısını da istəmir. Yarısını da istəmir. 3də biri də istəmir. 40da biri. 2,5%. 40da birini səndən istəyir. 4000'de 100 oldu. 100 daha. 4000'də 100. Hər 100 bində 2500. Hani sən yəni hər 100 bindən 97.500'ü sənə qalır. Sən ona gözün doymur, o 2500'ü də vermək istəmirsən. Yəni dəyərmi? O 2500'ə görə 50.000 il cəhənnəm əzabını dadmağa dəyərmi? Hansı ki Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, dünyada olan ateş, sizin bu ateşiniz cəhənnəm ateşinin 70'də biri edərdi. Kimsə ateşdə, alovda yandır bir dəqiqə, spiçkada əlini tuta bilməz, bir dəqiqə səbr edə bilməz. 70 dəfə bundan daha şiddətli olan bir əzaba bir gün deyil, 2 gün deyil, 50.000 il bu əzaba. Nə üçün, nəyə görəsən? Kimin üçün edirsən? Kimin üçün? Deyəm ki, ehtiyacın var, ehtiyacın üçün ona xərcləməyə əlin gəlmir. Ehtiyacın olsaydı dinimiz sənə zəkatı vacib etməzdi. Ehtiyac sahibi deyilsən. Sənə zəkat vacibsə deməli ehtiyac sahibi deyilsən. Kimin üçün edirsən? Övladların üçünmü? Hansı övladların üçün edirsən? O övlad ki, Allah buyurur ki, يَوْمَ يَفِرُّ الْمَرْءُ مِنْ أَخِيهِ وَأُمِّهِ وَأَبِيهِ وَصَاحِبَتِهِ وَبَنِيهِ. O gün insan atasından, öz qardaşından, atasından, anasından qaçacaq. Səni tərk edəcək övladlar. O övlad səni buraxıb gedəcək, deyəcək, ey Rəbbim, atamı, anamı cəhənnəmə sal, illahım məni xilas elə. O övlad üçünmü sən verirsən, özünü fəda edirsən, axirət rıza edirsən. Yəni, həqiqət insan düşünməlidir. Nədən əlini qısır? Nəyə görə? Nədən? Kimin üçün? Kim nədən keçir? Yəni, nədən vaz keçir? Kimlər üçün keçir? Baxmalıdır. Və Peyğəmbər sallallahu aleyhi ve sellem dediyimiz kimi, yəni bu hədisdə buyurur ki, bu hədisin başqa ləfsində gəlir ki, hər bir var dövlət toplayan zəkatını verməzsə, başqa birisi zəkatını verməzsə, nə deyir? 50.000 il ona əzab olacaq. Hatta yuqda beynəl ibəd. Ta ki, qullar arasında hökm verilənə qədər. O gözləyəcək, 50.000 ilin əzabından gözləyəcək. Hələ hökm verilməmişdən qabaq 50.000 il. Ondan sonra halı necə olacaq, o da Rasulullah s.ə.v bizə xəbər verməyib hələ. Hələ ona qədər 50.000 il bunun əzabı var. Subhanallah. Və şeyx sonra buyurur ki, zəkat qızılda və gümüşdə fərq etməz. İstər nəqd şəklində olsun, istər külçə şəklində olsun, istər zinət əşyası formasında olsun, yəni genilən, taxılan qızıl zinət əşyası olsun, istər zinət əşyası olsun, lakin taxmır, məsələn, onu yalnız kirayə verir pulundan və yaxud eləcə özü taxmır, qohum əqrabanın qızı, gəlini gələndə, məsələn, toyda filan onlara verir, istifadə edilir, geri qaytarırlar, fərq etməz. Hər bir halda ona zəkat vacibdir. Hocam, yalnız satışta bazı ürünlerimiz var, satamıyoruz. Ona da zekat düşüyor mu? Ya bu altın mı? Değil, araba değil. O araba gelecek. Araba gelecek inşallah. Onların hükmü az sonra gelecek inşallah. Biz şimdi altınla gümüşten konuşuyoruz. O sonuncu sınıftır. Deməli, bunun dəlili nədir? Yəni yatar qızıl olarsa, insanın yatar qızılda ixtilaf yoxdur. Alimlərin ixtilafı var, hardadır? Qadının gündəlik taxtığı qızılda. Hətta qadının zinət əşyaları, qızıl septi, üzükdür, taxmır, amma alıb yığır. Ona da zəkat, orada da ixtilaf yoxdur. Lakin gündəliyə taxtığı qızılda zəkat varmı, yoxdurmu? Alimlər arasında ixtilaf var. Racih odur ki, ona da zəkat var. Çünki Abdullah bin Amr radiyallahu anhumdan gələn hədisdə bir qadın deyir, Peyğəmbər sallallahu aleyhi ve sellem yanına gəldi və ma'ah ibnətun ləhə və fi yedi ibnətihə məsəkətəni qalizətən və Peyğəmbər sallallahu aleyhi ve sellemin yanına gəlir bir qız uşağı ilə, həmin sahabə qadın qızı ilə gəlir. Qızının qolunda deyir, yoğun deyir, bilərziklər var idi. 2 dənə yoğun bilərzik var idi. Qızıldan, 2 dənə qızıldan yoğun bilərzik var idi. Fəqalə ləhən Nəbi sallallahu aleyhi ve sellem, Peyğəmbər sallallahu aleyhi ve sellem ona dedi ki,
Atu'tina zekate hada? Bunun zekatını verirsenmi? Anasına deyir ki, bunun zekatını verirsenmi? Qalet la. Dedi ki, xeyr. Peyğəmbər sallallahu əleyhi və səlləm Əyasurruki ən yusawwirakillahu bihima yevməl qiyaməti sivareyn minnar. Sənin xoşuna gələrmi ki, qiyamət gün Allah azza və cəllə sənin qoluna cəhənnəm atəşindən 2 bilərzik taxsın. Xoşuna gələrmi deyir. Yəni taxılan gündəliyə taxdığı zinət əşyası idi. Və Rasulullah sallallahu əleyhi və səlləm zəkatını verirsənmi dedi? O dedi ki, xeyr. Peyğəmbər sallallahu əleyhi və səlləm dedi ki, xoşuna gələrmi ki, qiyamət günü Allah azza və cəllə cəhənnəm atəşindən sənin 2 qoluna 2 dənə bilərzik taxsın. Və bu zaman deyir, qadın onu deyir, onun qolundan çıxartdı və Peyğəmbər sallallahu əleyhi və səlləm önünə atdı ki, bu Allah və Rasulü üçün olsun. Yəni Allah yolunda sədaqə verirəm. Və ondan qorxaraq. Hədisi İmam Əhməd Müsnəddə rivayət edib, Əbu Davud və Nəsai və Tirmizi hədisi rivayət edib və hədis səhihdir. Və zəkatın vacib olması üçün qardaş da qızılda və gümüşdə bunun da həmçinin öz şərtləri var. Nisaba çatmasıdır. Üzərindən 1 il keçməsi lazımdır ki, o şeyə zəkat vacib olsun. Birinci nədir? Nisaba çatması. Qızılın nisabı qardaşlar 20 misqaldır. Bir misqalın da 4,25 qramdır. Bir misqalın da 4,25 qram, bu da eləyir 85 qram xalis qızıl. 85 qram xalis qızıldın üzərində hesablanır. Və deyək ki, insanın zinət əşyası, zinət əşyaları var, lakin xalis qızıldan deyil. Məsələn, deyək ki, 14 əyarlı, 585 əyarlı qızıllardır. Bunun 85 qramdan mı çıxardır? Xeyr. Onun öz hesablama düsturu var. O düstur əsasında hesablanır və o da təxminən gəlir 146 qrama gəlir. Əgər 585 əyarlı qızıldırsa, onun 145 qramdır. Daha doğrusu, o 145 qramdır, 583'e 146 qramdır, 750 əyarlı qızıllar, hansı ki İtalyan qızıl deyirlər, orada 112-113 qram miqdarındadır. Yəni onların hamısını hesablamışıq, biz paylaşmışıq bunu. Yəni onların hamısının özünün hesablama qaydası var. Yəni məsələn bir adamın 100 qram, belə deyib bizdə deyilən türk qızılı deyil, 585 qızılı var, əyarlı qızılı var. Zəkat varmı ona? Yoxdur. Bəli. 85 qram xalis qızıl olması lazımdır. Və yaxud məsələn 999 əyarla hesablanır. Onun üzərində hesablanır. Aydındır mı? Bunu mütləq bilməmiz lazımdır. Və Peyğəmbər yəni mütləq 20 dinara, 20 dinar və 20 miskala çatması lazımdır ki, və o da ona zəkat vacib olsun. O ki qaldı gümüşün nisabı qardaşlar. Gümüşün nisabı da 200 dirhəmdir. Yəni xamsa uqiyyədir, 5 uqiyyə, yəni 5 uqiyyə olması lazımdır. Bir uqiyyəndə 40 dirhəmə bərabərdir. 5 uqiyyə neçə olur? 200 dirhəm. Bir dirhəmin də, azı ki Peyğəmbər sallallahu əleyhi və səlləmin buyurduğu şəri dirhəmin bir dənəsinin ağırlığı 2 tam 1975 qramdır. 2 tam 1975 qram. 200'ə vuranda eləyir 595 qram eləyir. 595 qram gümüşün varsa, o da xalis gümüşdən söhbət edir orada. 595 qram gümüşə artıq nədir? Zəkat vacib olur. Və onun da zəkatı həmən çıxarılmır, qızılla gümüşün 1 il üzərindən keçəndən sonra çıxarılır. Və həmçinin nəqd pullarda, istər lari olsun, dollar olsun, istərdən valyuta olsun, onlar da qızıl və gümüşün hökmündədir. Çünki onun etdiyi işi icra edir. Onun etdiyi işi icra edir. Necə ki, qızıl və gümüşün zəkatı çıxarılır, eləcə nəqd pulların da zəkatı çıxarılır və bu qızıl, gümüş, nəqd pullar, bunların zəkatı 40'da 1'dir. 2,5%'dir. İstər 100 mindən olsun, milyondan olsun, istər az olsun, istər çox olsun, fərq eləməz. Nisaba çatdısa 2,5%'i zəkat çıxarılır. Aydın oldu mu qardaşlar?
Bu mütləq bilmemiz lazım olan məsələ. Və bir il üstündən keçəndən sonra, yəni 355 gün keçəndən sonra biz onun zəkatını çıxarırıq. Sual. Digər mədənlərin, digər bahalı yerdən çıxan bahalı metalların, zümrüd kimi, almaz kimi onun zəkatının hökmü nədir? Zəkatı çıxarılırmı? Çıxarır. Yəni insanın məsələn 1 kilo almazı var. Biz bilirik ki, almazın qiyməti qızılla heç müqayisə olmayacaq dərəcədə. Yəni 1 kilo deyək 100 qram almazı var məsələn. 100 qram almaz bəlkə də neçə kiloqram qızıla bərabərdir. Bilmem. Zəkat vacib, hə? Vacibdir. Yox. Çünki nas qızıla gümüşə gəlir. Lakin o təbii ki, ticarətini edərsə, 4-cü səhifədə ticarət malının üzərində zəkatını çıxartmalıdır, ayrı şey. Amma alıb evində saxlayırsa, digər qiymətli mədən daşlarını ona zəkat yoxdur. Və şeyx buyurur ki, insanın nədə zəkat, bu şeylərdən hansına zəkatı necə çıxardır? Deyir, və təcib zəkat fil-zəhəb və fil-fiddə və əvraq nəqdiyyə səvan kənət hadirətən əv ində ziməmin nəs. Bu deyir, qızıl, gümüş və nəqd pullar istər sənin yanında hazır olsun, əlində olsun, istər də başqasına borc vermirsən. Hər bir halda sən onun zəkatını çıxardırsan. Aynı mı? Sənin əlində olanı da məsələn, mal istər ki, məsələn, bu borçda biri var, Allah üçün bir qardaşına borc vermirsən, biri də var ki, ticarət edirsən, mal verirsən ona. Ticari bir borçdur. Hər bir halda onun zəkatını, sənin zəkatını çıxanda onu da toplayıb üstə gəlib çıxartmalısan. Verirsən, borç vermir. Gələcək. Bu hansı zəkata aiddir? Səbr eləsəniz, bu hamısı gəlir. Hansı borca aiddir? O borçlar ki, yəni imkanı olan şəxsdir, yəni verilməsi yəni çətin deyil. Yəni o insan normalda sənin borcunu qaytarır. Sən ondan istəməməyin hökmü dəyişmir. Sən hər il onda olan pulun zəkatını çıxartmalısan. Hər il. Çünki buna belə deməsək, insanlar zəkatdan yayınmaq üçün nə edir? 50 min buna verər, 30 min buna verər. Və zəkat vaxtı yerdə deyik, mənim heç nəyim yoxdur. İllərlə zəkat verməz. Bu şəkildə canını qurtarmış olar. Amma biz deyik ki, elə bir ki, o pul sənin özündədir. Necə ki, özündəki pulun zəkatını çıxardırsan, onun da zəkatını çıxartman lazımdır. İkinci qism borçlar var ki, onlar müəssir olan insanlara verilən zəkatlar. Müəssir nədir? İmkanı yox, deyir, yoxdur qardaş. Olanda verəcəm, yoxdur. Və yaxud var, vermirəm deyir. Və var da belə bilirsiniz, ticarətçi qardaşlarımız bilir. Var. Deyir, vermirəm. Vermirəm o zaman düz eləmirəm. Yəni düz eləmirəmdən danışmırıq. Bizim düz eləmirəmiz o başqa məsələdir, başqa hökmdür. Bizə lazım olan hökm burada nədir? O vermirəm deyəndə olan 10 min pulum var. Onun zəkatını mən hər il çıxartmalıyam mı? Yox. Yığılan pul deyil. Hansını kim istədir? Adama 10 minə 10 min borc verirsən. Deyir, ya deyir yoxdur, doğrudan yoxdur, gözləməlisən sən, yaxud da vermir adam, səni süründürür. O yüzden artıq əlini üzmüş kimisən. Birdən sənin də yoxdur. Sən ixtiyarın var mı borc eləmək? Məsəl üçün gedib borc eləsən pulu. Qardaş biz zəkat çıxartmaq üçünmü? Yox, sən zəkatın üçün sən çalışmalısan sən. Yox, yəni ki, biz borc verirsən, nə bilək insanlara məsəl üçün birisinə verdin, ikisinə verdin. Sən də o zaman işini bilirsən ki, zəkatın vaxtı gələcək. Sənin aşağı yuxarı bu qədər zəkatın olacaq. Ramazanın 10'u sənin zəkatındır. Nə etməlisən? Əlində nəqdi pul nəqdləşdirməlisən ki, zəkatın gələndə verməyə nəqdi pulun olsun. Onu birdən-birə zəkat yatdım, ayıldım, zəkat vacib olmadı ki. Bir il qabaqdan, sən bir il öncədən 355 gün öncədən bilirsən ki, filan gündə sənin zəkatındır. Sən bugünə qədər yat, yəni zəkat vacib olan, bugün mənim cibimdə pulum yoxdur, zəkat çıxartmağa. Belə şey olmur, qardaş. Adam kimi aldadırsan deyərlər adama. Bu insanları aldatmaqdır. Və yaxud sən özünü aldadırsan, insanları aldatmırsan. Yəni, ya Rabbinə yalan danışmış olursan. Yəni, insan öncədən bilir ki, filan gün zəkatıdır, ona görə tədbirini görür. Deməli qardaş, nədir? O insan vermirsə, ya imkanı yoxsa, yaxud vermirsə, o insanda olan pulun zəkatı çıxmır ta ki ondan alana qədər. Nə zaman alarsansa, o zaman bir ilin zəkatı çıxır. Alanda, 10 ildən sonra çıxartsa, versə belə, 10 ildən sonra verdi, 10 min pul vermirsən. 250 onun zəkatını çıxardırsan. Aydın mı? Yəni 10 ilin zəkatını çıxartmırsan, 1 ilin zəkatını çıxarırsan. Aydın mı?
Çünki o mumatil deyirlər və yaxud mü'sir deyirlər. Bunların hökmü bu şəkildədir. Və zəkat, qardaşlar, zəkatda 4-cü sinif olan şeylər nədir? Ticarət mallarıdır. İnsanın qazanc üçün hazırladığı hər şey, satış üçün etdiyi hər bir şey, pal-pallardan tutmuş, qav-qazaqdan tutmuş, evdən, maşından tutmuş hər bir şeyə ticarət üçündürsə, satış üçündürsə, yemək, içmək, hətta heyvanlar. İnsanın misal üçün biz dedik ki, mal qarada qardaşlar, nə dedik? Neçə baş mal olması lazımdır ki, zəkat çıxartılması üçün? 30. İnəkdə 30 baş və çöldə otlayan inəyə nə deyək? 30 baş. Lakin adamın 30 baş deyil. 10 dənə, belə deyək, bizim bordağı var damda. 10 dənə erkək danası var, satış üçündür. Satış üçündür. Dananın biri neçədir qardaşlar? Aşağı yuxarı. 3000. Bu da nə deyirlər? Onlar 30.000. Zəkat vacibdir, vacib deyil. Vacibdir, amma daha o 30 da orada 30'a bir dənənin üstə hesablanmır burada. Burada 2,5 var ticarət malının üzərində. Çünki bu alış-veriş üçündür bu. Bu saxlamaq üçün deyil. Nəsil artırmaq üçün deyil. Aydın mı? Və əldə qalan satılmayan. Əldə qalan satılanda çıxardır. Yaxşı, bu malları nə zaman satış üçün? Burada qardaşlar istənilən zəkat sinif şeyin, istənilən ticarət malının zəkatın vaxtı gəldisə, sənin vacib olan günün gəldi, sən yenirsən, gedirsən, əlində olan nəqd pulunu sayırsan, bir də satışda olan malını sayırsan, satış qiymətini, alış qiymətindən deyil, satış qiymətini. Dükanda nə qədər malın varsa, hamısını satış qiymətindən, bugünün qiymətindən hesablayırsan, toplayırsan, 2,5% çıxardırsan. Maşınların varsa, arabaların o şəkildə. Bugünkü günün real bazarda qiyməti nədir? O qiymətlə hesablayıb, onun zəkatını çıxardırsan. Təkcə istisna, daşınmaz əmlak istisnadır. Ev, maşın daşınmaz əmlak deyil. Ev, torpaq kimi, yaxud mağazen və s. Bunların çətin satıldığına görə alimlər bunların hökmünü fərqləndiriblər. Maşına çıxmalı sanırım. Maşına sürdüyü maşına yox, satış üçün, satış üçün olan maşınlara, sürdüyü insanın yaşadığı 10 dənə evi də olsa, ona zəkat yoxdur. 10 dənə maşını sürür, heç birini satışa çıxartmır, zəkat yoxdur. Aydın mı? Bunlara insanın miniyinə, yaxud necə ki Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, "Leysa alel muslimi fi abdihi və la farasi sadaqa." Müsəlmanın quluna, köləsinə və yaxud atına görə zəkat yoxdur deyir. Yəni 10 dənə bahalı maşınlar, ən bahalı maşınlarda sürür, lakin satış üçün deyilsə, ona zəkat yoxdur. Lakin satış üçündürsə, onun zəkatı hesablanmalıdır. Lakin daşınmaz əmlakda qardaşlar necədir? Baxın, torpaqdır, evdir. Bunlarda necə hesablanır? Satışa çıxartdım bugün. Çünki bunlar çətin satılan bir şeydir. Bunun satılmasının 3 hal ola bilər. Ya satışa çıxartdığın gündən sənin artıq nəyin vurur? Sayğacın vurur. Sənin başı 355 günü bugündən sayırsan. Bugün Ramazanın 15'i elan verdin, evi satışa çıxartdın. Yazırsan 2025-15 Ramazan. Bu ya 2026'nın 15 Ramazana qədər satılacaq o vaxtdan öncə, ya da ki ondan sonra satılacaq. Düzdürmü? İkisindən biridir. Öncə satılarsa, deyək ki 2 aydan sonra satıldı. Elhamdülillah satıldı, həmən zəkat çıxarılmır. Sənin ümumi zəkatın vaxtı nə vaxtdır? Deyək ki Ramazanın 30'undadır. Yəni bu Ramazandan, bu Ramazan 30'u keçdi, hələ satılmadı. Bu evin 2 aydan, 3 aydan Şəvval, Zilqədədə ev satıldı. Zəkat çıxartmırsan. Ola bilsin o pul gələn Ramazanın 30'una qədər sənin ümumi əlindəki pulun zəkatını nə vaxt çıxarırsan? Həmin pulun üstünə əlavə edirsən onu, həmin vaxta qədər pul qaldı, onda çıxarırsan zəkatı 1 ildən sonra. Oldu ki qalmadı. 1 il tamam olan kimi həmin pula getdin, başqa ev aldın yaşamaq üçün. Başqa yerə köçdün. O zaman zəkat çıxarmırsan. Deyəlim ki 1 il tamam oldu, hələ satılmayıb. 2025-15 Ramazanda elan etdin. 2026-15 Ramazan gəldi, satılmadı. 30 Ramazan gəldi, zəkatın ümumi ticarətin zadın da var. Məsələn, deyək ki pulun var, ticarətin var. Onun zəkatını da çıxartdı. Hələ də evin zəkatını çıxartmırsan, hələ satılmıyor. Şəvvalın 10'unda ev satıldı.
Ramazandan 10 gün sonra satıldı. Satılan günün zəkatını çıxartmalısan. Çünki artıq bir ildən artıq keçib. Deyək ki, bir il yox, 5 ildən sonra satıldı. 5 ildən sonra satılan günü bir ilin zəkatını çıxarırsan. 5 ilin deyil, neçə ilin zəkatını çıxarırsan? Bir ilin zəkatını çıxarırsan. Aydın da mı? 100 binə satdın, 2500'ü verirsən. Yəni bu sənin onun həmən günü gözləmirsən bir Ramazan keçməyini, üzərinə bir Ramazan gəlməyini, onun təkrar o yəni ki, sənin nisab vaxtını gözləmirsən. Satılan günü onun bir ilin zəkatını çıxarırsan. Daşınmaz əmlakda isə bu şəkildədir. Və ona görə də şeyx buyurur ki, bütün tacirlər istər deyir, mağazin, produkt dükkanı olanlar olsun deyir, istər hər hansı bir alətlər, əşyalar satan olsun deyir və yaxud deyir, maşın, şeyx buyurur ki, qitağıyar, maşın hissələri satan qardaşlar olsun deyir, birə-bir saymalıdır. Birə-bir saymalı, satış vaxtı saymalıdır, satış qiyməti üzərindən dəqiq saymalıdır ki, ən xırda, ən böyüyə qədər ki, nə qədər zəkat alış qiymətindən deyil, satış qiymətindən, onun üzərindən zəkatını. Deyək ki, adam xırdavat elə bir şeylə satır ki, 100 minlərlə dükkanın satdığı şey, məsələn, orada 100 minlərlə əşya var. Onu saymaq mümkün deyil. O zaman təxmini hesablayır və artıqlamasından çıxardır. Ehtiyatı götürür. Məsələn, hesablayır ki, burada deyir ki, mənim hesabımda satış qiymətinə burada olan, dükkanda olan, skladda olan 200 minlik mal var. Belki də 210 minin zəkatını çıxardır. 220 minin zəkatını çıxardır. Nədir? Çünki saya bilmir. O qədər xırda detallardır ki, dənə-dənə onu sayıb qurtarmaq mümkün deyil. Bu şəkildə onun zəkatını çıxardır. Və şeyx buyurur ki, insanın kiraya verdiyi evlərdən, kirayanın pulundan gələn pul nisaba çatarsa o zaman zəkat var. Kiraya verdiyi evlərin amma evin özünə zəkat yoxdur. Maşınları var, insanın 100 dənə maşını var, hamısını kiraya veribdir. O maşınların özünə zəkat yoxdur. Yalnız o kirayəsindən gələn pullar nisaba çatarsa 85 qram qızılın qiymətinə, o zaman ona şeyx buyurur ki, və üzərindən bir il keçərsə, o zaman zəkat var. Və bu zəkat haqqında qardaşlar qısa məlumat idi bu. Yəni bacardığım qədər ən qısa şəkildə dedim. Baxmayaraq ki, ən uzun dərs oldu bu. Çünki zəkat mövzusu çox geniş mövzudur. Biz universitetdə o zəkatı 6 aya keçmişik. 6 aya, biz zəkatı 6 aya keçmişik. Yəni biz indi burada isə bir bugün, bir də sabah zəkat kimlərə verilir? 2 dərsə biz bunu bitirəcəyik. Yəni ona görə dedim ki, maksimal şəkildə ən qısa formada sadəcə olaraq ünvanları keçmək şəklində keçdi. Allahdan istəyirəm ki, biz eşidib faydalardan eləsin, eşidib yaxşıdan tabi olanlardan eləsin. Subhanəkallahum bihamdik, şədən nə eylən, əstəğfirullah və etûbü ileyh.